Salam, hər vaxtınız xeyir, hörmətli tələbələr. Bugün sizlərlə dövlət qulluğu üzrə mart imtahanına düşmüş suallardan biri olan fiqur birləşmələri mövzusuna aid olan bu sualla qarşınızdayıq. Deməli, bu sual tipində bizə nə deyilir? Gəlin birinci bunu araşdıraq. Bizə deyir ki, aşağıdakı 5 fiqurdan hansılarının bir növünün özünün eyniləri ilə yanaşı düzlükdə 64 xanalı şahmat taxtası alınır. Burada biz fiqurlardan məsələn ikisini üçün götürüb onları birləşdirməyəcəyik. Məsələn, birinci fiqurdursa, yalnız birinci fiqurdan ibarət olan şəkillərlə bu xananı ala biləcəkmi? Gəlin baxaq. İlk əvvəl bunu birinci fiqur üzərində yoxlayırıq. Deməli, gəlin yoxlayaq. Qara, ağ, qara, ağ. Buradan götürürəm. Qara, ağ, qara, ağ. Və aşağı hissəsini saydığımda 7 damadan ibarətdir. Biri buradan götürürəm. 7 dama sayıram. Sonuncusu ağ. Bunu yerləşdirdik bura. Sonra diqqətlə fikir versək, eynisini şəklini gətirib baba burada çəkirik. Baxın yoldaşlar. Eyni şəkli çəkdik. İndi deyəcəksiniz ki, müəllim bunu buradan çəkdik. Bəs sonra nə edəcəyik? Deməli, həmin fiqurun nə edəcəyik? Tərsinəsin, yəni baş aşağı versiyasını buradan çəkərək görürük ki, bir-birinə tamamilə oturaraq bu şahmat taxtasının bir hissəsini əmələ gətirir. Diqqətlə baxsanız özünüz də görəcəksiniz ki, iki dənə bu fiqur artıq şahmat taxtasının yarısını əmələ gətirir. Bəs yuxarı hissə də etdiyimiz kimi 7 dənəsini buradan çəkəcəyik. 4 dənəsi hazır bura. Sonra digərlərini çəkdiyimizdə baxın yoldaşlar diqqətlə. Hı -hı. İndi görürük ki, biz birinci fiqurdan istifadə etməklə 4 dənəsi bizim üçün 64 xanalı şahmat taxtasını əmələ gətirmiş olur. Deməli, düzgün cavablarımızdan biri birinci variantdakı cavabımızdır. 4 dənəsini yerləşdirdik, əmələ gəldi şahmat taxtası. İndi keçirik digər yoxlanışlara, yəni 2-ni, 3-ü, 4-ü, 5-i. İndi yoldaşlar, biz ikinci fiqura baxdığımızda ilk növbədə bunu aydınlaşdırmalıyıq ki, məsələn, biz burada nə edirdik? Ara məsafələrə baxırdıq. 2 dənə, 2 dənə, məsələn, 1 dənə, 1 dənə, 2 dənə. 2 və 1-dən ibarət idi. İndi buna baxdığımızda isə 3, 2, 1. Biz 3, 2, 1-lə bunu necə yerləşdirə bilərik? Əgər düşünsək ki, biz bu şəkli, ikinci şəkli, gəlin çəkək, yoxlayaq. Məsələn, düşünək ki, biz bu şəkli gətirib buradan çəkirik belə. Bu formada. Aha. 3 dənə də bu yana. Biz bunun düzgün versiyasını necə yerləşdirə bilərik? Əgər düşünək ki, mən bunu dik yerləşdirmək istədim. Necə dik? Baxın, yoldaşlar. Qara, ağ deyil. Bu iki dənəsi. Bir dənə rəngi dəyişim sizin üçün daha aydın olsun. Qara, ağ. Aşağı hissəsi. Sonra 3 dənə gəlir. 3 dənə gəlib toqquşur burada. Baxın yoldaşlar. Elə bil 3 dənə çəksəm gəlir baba bununla toqquşur. Bizə də deyib ki, üst-üstə düşməsin fiqurlar. İndi deməli biz ikincinə əmələ gətirə bilmirik bu şəkil. İndi gəlin baxaq üçüncüyə. Üçüncüdən bəs necə əmələ gələcək? Üçüncü fiquru əvvəla mən sağa 90 dərəcə yıxaraq, sağa 90 dərəcə yıxaraq gətirib harda çəkə bilərəm və ya sola 90 dərəcə yıxıb çəkməliyəm də mən bunu. İlk növbədə başlayıram sol köşdən. Çəkdim. Aşağıdan 3 dama. Baxın, yaxşı-yaxşı diqqətlə fikir verin. Bax, bunu buradan çəkdim. Əla. Bunun bir dənəsini də gətirib, elə bir dənə ara məsafə buraxıb, bağı buradan çəkəcəm. Çəkdik, yoldaşlar. 3 dənə, 2 dənə də bu. İndi mən bu fiquru sağa 90 dərəcə yıxıb çəkdim. Sağa yox. Lənə sərki o şeytan. Deməli, uşaqlar, mən bunu bu formada çəkdim. İndi mən bunun tərsinə, yəni sağa 90 dərəcə və ya bunun əksi istiqamətdə yıxıb
Məsələn, necə yıxıb? Baba, baş aşağı versiyada. Rəngi bir damcı tündləşdirim, siz görün. Baxın yoldaşlar, xanalaya fikir verin. Baba, bura. Bunu bu formada çəkdik. Bu da burada. Bax, həmin fiqur bura oturdu. Həmçinin eyni qaydada buradan da həmin fiquru çəkərək biz görürük ki, bayaq necə yarı-yarı alınmışdı. İndi də yarısı alındı. Yəni bu fiqurla bu şəkil tamamlamaq olur. 1 və 3-ü qarantilədik ki, uyğun gəlir. İndi digər növbəti fiqura fikir versək. Bax, məsələn, biz 5-i götürə bilərdik. Niyə görə? 5-in əgər arxa hissəsi düz olsaydı, yəni 2 dənə xanası olmasaydı, bu 2 dənə. Biz bu tipli fiqurları ağız-ağıza oturtduraraq 64 xanalı cədvəl ala bilərdik. Amma burada arxadakı boşluq var ha. Bax, buradakı boşluq. Dəqiqə. Buradakı boşluq. Buradakı boşluq bizim işlərimizi dəyişir. Niyə? Biz bu boşluğa yerləşdirə bilmirik. Çünki bu boşluğa biz, məsələn, belə deyək də, gəlin yoxlayaq əsas. Görək, biz alındıra bilirikmi? Baxaq, biz o şəkli başlayırıq buradan götürməyə. Buradan. Buradan götürsək və ya başlanğıcdan götürsək, bizim fikir veririk ki, uşaqlar, bu ağız hissəyə keçən yeri qalmır. Niyə görə? Bax, başladıq buradan 4 dənə adama. Aşağı hissədə 2, buradan da 2. Bu boş xanaya heç nə yerləşdirmək olmur. Ona görə bu boş xana hər zaman hansı tərəfdən yerləşdirirsən yerləşdir, boş xana qalır. İndi gəlin 4-cü şəklə baxaq. 4-cü şəklə baxdığımızda isə 4-cü şəkildə digərləri kimi. Məsələn, fiqura fikir verin. Ağ, qara, ağ, sağında da bir dənə ağ. Həmin şəkli buradan bu formada çəkə bilərəm. Düzdür? Çəkdik. Və ya gəlin bunu biz əksi formada eləyək. Yəni, sağa doğru yox, sola doğru. Aha, sola doğru çəkdik. Bax, indi rəngi dəyişirəm. Rəngi dəyişirəm. İndi bunun bir dənə də buradan əksini çəkəcəm. Bu formada. Bir dənə də rəngi dəyişirəm. Bu əksini qeyd edirəm burada. Bir dənə də rəngi dəyişək. Bu formada çəkirik. İndi isə uşaqlar, bunu tərsinəsin üzərindən çəkəcəyik. Məsələn, necə? Mavi rəngi buradan götürək. Belə. Bu qaydada. İndi qırmızı rəngi götürək. Bunun üzərinə. Özünüz diqqətlə fikir versəniz, fiqur bir-birini tamamlayır. Yaşıl rəngi buradan götürək. Bir dənə də qara rəng götürək elə. Bu formada. Yəni, bayaqki kimi, yenə. Baxın, aşağıdan da yuxarı, yuxarıdan da aşağı ümumi 8 dama var idi. Yarısını tamamladıq. Deməli, bizim baxırıq ki, birinci şəkildən istifadə etməklə, yəni 4 dənəsi birinci şəkildən əmələ gətirir. Aşağı 2 dənəsini qoysan yarısı da olur, yuxarıda həmçinin. Üçüncü şəkildən neçədən istifadə etmişdik? Yenə 4 dənə. Aşağı 2 dənə, yuxarısından da 2 dənə yerləşdirmişdik. 4 aşağıda, 4 yuxarıda. Deməli 8 olur. Bu ümumilikdə 8 olur. Dördüncü fiqurdan neçə dənəsindən istifadə etdik? 1, 2, 3, 4, 4, 4. 8 dənə yarısını tamamladı. 16 dənə də fiqur bu dördüncüdən əmələ gəlmiş olur. Deməli, bu tipli suallarda biz ikili variant axtarmayacağıq. Sadəcə hər bir variantdan neçəsindən ibarət olacaq? Yəni, bu şəkil neçəsindən ala biləcəyik? Onları tapırıq. Yəni, burada cavabımız olmuş oldu. 1, 3, 4. Bugünlük bu qədər. Növbəti videolarda növbəti mövzular izah olunacaq. Kanala abunə olub, videomu bəyənməyi unutmayın.